Sizə çox maraqlı olacaq bizim bir gəncin küpə haqda, tanı haqda, sırğa haqda düşüncəsi. Sırğanı tam qadına aid edirik deyə biz küpə deyək bu məsələyə. Bu gənci xahiş edirəm göstərin, Aydın müəllimlə baxaq bu məsələyə. Sırğa taxırsınız? Xeyr. Taxanlara necə baxırsınız məsələn? Normal, yəni hər kəsin öz seçimi var, necə istəyir elə də taxa bilər, heç kəs ona qarışa bilməz. Əhatənizdə var elə mi? Elə biri yoxdur, sadəcə eləcə özüm də sırğa taxmaq istəmişəm. Prosta hal-hazırda imkan şəraitinə görə olmayıb. Belə normal baxıram qısaca. Niyə taxmırsınız ki, bəs sizdə taxmaq istəyirsiniz? Ailədən biraz qoymurlar, icazə vermirlər, yəni pis baxırlar. Amma bu mənim fikrimcə, əgər mənim həyatımdırsa, bu həyat mənimdir. Heç kəsin deyil, onu mən taxacam. Onun heç kəsə bir adiyyatı yoxdur. Onun üçün onlar da görək şey eləyə bilərik. Kim etiraz edir daha çox sizin sırğa taxmağa? Ata qoymur, bəli. Bir oğlan uşağı sırğa taxmaz. Amma